Murad müəllimlə, Şeyx Muradla tanışdım. Allah şeyxə şəfa versin. Təbii ki, həyatdadır. Uzun sürədir müxtəlif xəstəliklərlə mücadilə eləyir. Allahdan diləyirəm gözəl adları ilə, uca sifətləri ilə şeyxə şəfa versin, afiyyətinə qovuşdursun. Murad müəllim təbii ki, mənim həyatda tanıdığım real, ən dürüst insanlardan biridir. Sözü ilə əməli uzlaşan insanlardan biridir. Mövqeyi hər zaman orta olduğunu görmüşəm. Kişi kimi kişi, vətənpərvər, öz ölkəsinə bağlı, öz dilinə bağlı, öz mədəniyyətinə, dininə bağlı bir insan görmüşəm. Mən onun elmindən, məsləhətlərindən istifadə etmədən öncə onun xarakterindən etkilənmişəm, təsirlənmişəm, dürüstlüyündən təsirlənmişəm. Hətta Murad müəllimlə ilgili təbii ki, şeyx mən onu tərifləməm, heç bir zaman istəmir. Bəlkə də bunu ilk dəfə danışıram uzun illərin içində, istəmədiyi üçün, təriflənməyi istəmir. O qədər mütəvazi, belə zənn eləyirəm, vallahi həsibuhu, o qədər mütəvazi insandır ki, istəmir ki, mən onun daşıdığı gözəl sifətləri dilə gətirim. Lakin bir misal deyim, bir dəfə Zaqatalada Murad müəllimgildə yatıram. Murad müəllim mənə dedi ki, fəcrə getdikdə, fəcr namazına getdikdə, məni də oyat. Ev Zaqatalada məlumdur ki, köhnə tikilmiş evlərdəndir, Sovet vaxtından tikilmiş evlərdəndir. Bir alt mərtəbə var, bir də üst mərtəbə var. Alt mərtəbədə bir otaqdayım, şeyx də üst mərtəbəsində öz otaqdadır. İndi fəcrə durmuşam, haradasa əzəndən bir 5 dəqiqə, 10 dəqiqə öncə durmuşam. Yəni burada demək istədiyim bir nöqtə var, istəyirəm onu çatdıram. Mən çıxdım, dəstəməzi aldım, qış aydı, qış aylarıdır. Yanvar aydı, ya buna yaxın bir soyuqdur yəni hava. Evdən çıxdım, pəncərə tərəfə gəldim və Murad müəllimi 2-3 dəfə çağırdım. Maksimum 5 dəfə çağırdım və sonra mən məscidə yola düşdüm, Tala məscidinə. O möhtəşəm, o böyük məscidə yola düşdüm və mən düşündüm ki, mən gəncəm, uşağam o vaxtı. Yəni şeyxi oyatdım. Nəysə getdim, fəcri qıldıq və döndük evə. Murad müəllim mənə dedi ki, Murad müəllim də durdu, gəldi, yəni daha sonra. Mən biraz dediyim kimi əzandan tez getdim məscidə. Murad müəllim mənə dedi ki, niyə çağırmadın məni? Niyə oyatmadın məni? Mən də dedim ki, şeyx, mən səni 5 dəqiqə çağırdım da, 5 dəqiqə çağırdım. Bu dilimizdə olan mübaliğə kəlmələr var ya, məsələn, 5 dəqiqədir mən səni gözləyirəm, 10 saat da oturmuşam burada. Bu həqiqi mənada deyil. Yəni bu abartılı şəkildə biz bu şeyləri ifadə edirik. Birdən şeyx mənə dedi ki, yaxın gəl dedi. Dedi, sən and içə bilərsən ki, mən 5 dəqiqə çağırmısan. Mən belə şoka düşdüm, həyəcanlanmağa başladım. Dedi, sən and içə bilərsən ki, məni 5 dəqiqə müddətində çağırmısan. Detaylar yəni. Mən də belə qaldım ki, yox da, mən o mənada demədim. Dedi ki, danışığa diqqət elə. Sən əgər elm tələbəsi olacaqsansa, insanlar önündə sabah bürsü gün dini məsələlər, dünyavi məsələlər, elmi məsələlər danışacaqsansa, özünü bunun üçün hazırlayırsansa, hər kəlmənə diqqət elə. Allah. Sən niyə xeyr ola, mən 5 dəfə çağırmısan, bunu 5 dəqiqə deyirsən? Bu nə zaman idi bilirsən? 1998-ci ildə. Və onu götürdüm bir kağıza qeyd elədim ki, hətta o ləhcəmizdə olan mübaliğələr yoxdurmu? Abartılı şəkildə. Onu belə istifadə eləmə. Allah şeyxin ömrünə bərəkət versin. Amin. Mənim tanıdığım ən dürüst, ən əxlaqlı, ən vətənpərvər, sözü əməlinə uyğun gələn həyatımda gördüyüm yeganə insanlardan biridir deyə bilərəm. Bəli.